Kitabımda belə bir bölmə var. Fəsil 5-də. İntizam motivasiyaya qarşı. İnternetdə motivation yazsan, milyonlarla video çıxacaq. İdman edən insanlar, epik musiqi, qışqıran spikerlər. Sən izləyirsən, tüklərin biz-biz olur. Sabah dünyanı dəyişəcəm deyirsən. Səhər gün saat zəngi çalır, yağış yağır, yuxun gəlir, dünənki o epik his haralardadır, uçub getdi. Motivasiya fast fooddur. Motivasiya şəkər kimidir. Tez enerji verir. Dadlıdır. Bizi yüksəyə qaldırır. Amma təsiri çox qısa sürür. Və sonra şəkər düşməsi yaşayırsan. Sən həyatını fast food üzərində qura bilməzsən, orqanizmin məhv olar. Əslində karyeran məhv olar. İntizam isə ev yeməyidir. İntizam, disiplin darıxdırıcıdır. Orada epik musiqi yoxdur. Dadı bəzən duzsuz gəlir. Məsələn, hər gün eyni hesabatı yazmaq, hər səhər qaçmaq. Amma o doyumludur, sağlamdır və sizi uzun müddət ayaqda saxlayır. Uğurlu insanların sirri odur ki, onlar iş görmək üçün həvəs gözləmirlər. Həvəskar yazıcı ilham pərisini gözləyir. Peşəkar yazıcı isə hər səhər saat 9-da stula oturur və yazır. Və ya başqa saatda. Mən bura 9 yazmışam. İlham gəlsə əla, gəlməsə də yazır. Məşhur səhv, motivasiya hərəkət deməkdir. Bu əslində səhvdir. Biz elə bilirik ki, əvvəlcə motivasiya olmalıyıq, sonra hərəkət etməliyik. Bu fikir yanlışdır. Düstur isə tərsinədir. Hərəkət motivasiya gətirir. Yəni sən hərəkət etməlisən ki, motivasiyan gəlsin, motivasiyan artsın. Sən idmana getmək istəmirsən, amma özünü məcbur edib gedirsən. 15 dəqiqə sonra bədənin qızışır və birdən həvəs gəlir.